Bu il Rəcəb ayının 1-i təqribən dekabrın 21-i və yaxud 22-sinə təsadüf edəcək. Bismillahirrahmanirrahim. Rəcəb ayında hər günün özünə məxsus əməli. Birinci gecə. Bəzi alimlərin dediyinə əsasən bu ayın birinci gecəsində qüsl almaq lazımdır. Həzrəti Peyğəmbərdən nəql olunur ki, hər kim Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsl alsa, anadan yeni doğulmuş kimi günahları bağışlanır. Həmçinin İmam Hüseyn əleyhissalam ziyarət etmək, oyaq qalmaq ilk gecənin müstəhəb əməllərindən biridir. Nəql olunmuş rəvayətə əsasən, Həzrəti İmam Əli əleyhissalam ilin 4 gecəsini oyaq qalmağa çox təkid edərdi. Rəcəb ayının ilk gecəsi, Şəban ayının 15-ci gecəsi, Fitr və Qurban bayramlarının gecəsi. Bəzi alimlər bu ayın hər gecəsi üçün məxsus əməllər zikr etmişlər. Lakin ixtisara riayət edərək onları burada qeyd etmirik. Birinci gün rəvayətə əsasən Həzrəti Nuh əleyhissalam bu ayın ilk günündə gəmiyə minmiş və onunla olanlara oruç tutmağa əmr etmişdir. Hər kim bu gün oruç tutsa, cəhənnəm odu ondan bir il uzaqlaşar. Həmçinin qüsl almaq, İmam Hüseyn əleyhissalamı ziyarət etmək müstəhəb əməllərdəndir. 13-cü gecə. Rəcəb, Şaban və Ramazan aylarının 13-cü gecəsi 2 rükət namaz qılmaq müstəhəbdir. Namaz belədir. Hər rükətdə həmddən sonra Yasin və Mülk surələrini oxumaq lazımdır. 14-cü gecə isə bu tərzdə 4 rükət namaz qılmaq yaxşıdır. 15-ci gecə isə bu tərzdə 6 rükət namaz qılmaq müstəhəbdir. İmam Sadiq əleyhissalamdan nəql olunur ki, hər kim bu əməlləri etsə, Rəcəb ayını dərk etmiş olar və şirkdən başqa bütün günahları bağışlanır. 15-ci gecə. Bu gecə qüsl almaq, oyaq qalmaq, İmam Hüseyn əleyhissalamı ziyarət etmək, yuxarıda qeyd olunan kimi 6 rükət namaz qılmaq müstəhəbdir. 15-ci gün. Bu gün çox bərəkətli gündür və bu gündə qüsl almaq, İmam Hüseyn əleyhissalamı ziyarət etmək müstəhəb əməllərdəndir. Rəvayətdə İmam Rıza əleyhissalamdan İmam Hüseyn əleyhissalamı hansı vaxtlar ziyarət etməyin yaxşı olduğu soruşulduqda, Həzrət İmam Rıza əleyhissalam buyurdu, Rəcəb və Şaban ayının ortalarında. Həmçinin bu günün əsas əməllərindən biri Ümmü Davud adı ilə məşhur olan əməldir. Bu əməl hacətlərin rəva olunmasında, çətinliklərin aradan qaldırılmasında və zalimlərin zülmündən müdafiə olunmaqda çox təsirlidir. Dəyərli alimlərimizdən biri olan Kəfəmi rəhimallah Misbah adlı kitabında belə yazır. Əgər bu əməli yerinə yetirmək istəsən, 13, 14 və 15-ci günləri oruç tut. Sonra 15-ci günün zöhr namazı vaxtına yaxın qüsl al və azan olduqda zöhr və əsr namazlarını xəlvət yerdə yüksək xuşu ilə qıl. Namazı qurtardıqdan sonra üzü qibləyə Həmd surəsini 100 dəfə, İxlas surəsini 100 dəfə, Ayətül Kürsünü 10 dəfə, bunlardan sonra Ən'am, İsra, Kəf, Loğman, Yasin, Səffat, Fussilət, Şura, Duxan, Fəth, Vaqiə, Mülk, Nun, İnşiqaq və Qur'anı axıra kimi oxu. Bunları bitirdikdən sonra üzü qibləyə Ümmü Davud duasını oxu. Bu dua Məfatihül Cinan və sair dua kitablarında göstərilmişdir. Məqalə uzun olmasın deyə, mövzu uzanmasın deyə onu sizlərə burada qeyd etmirik. 25-ci gün. Bugün Hicri qəməri tarixi ilə İmam Musa Kazım əleyhissalamın 55 yaşında şəhadətə yetişdiyi gündür.
Bugün Əhl-i Beytin və Şiələrinin qəm-qüssələrinin təzələnən günüdür. 27-ci gecə. Bu gecə Məb'əs, Həzrəti Peyğəmbərin Peyğəmbərliyə seçildiyi gün bayramının gecəsidir və bu gecə üçün çoxlu əməllər nəql olunmuşdur. İxtisara riayət edərək onları qeyd etmirik. Sonuncu gün. Bu gündə qüsl almaq və oruç tutmaq müstəhəbdir. Bu günün orucu gələcək günahların bağışlanmasına səbəb olar. Bismillahirrahmanirrahim. Rəcəb ayının əməlləri. Rəcəb ayının əməlləri iki hissəyə bölünür. Onlardan bəziləri bu ayın hər günündə, bəziləri isə bu ayın məxsusi günlərində yerinə yetirilir. İlk öncə müştərək əməllər haqqında. Burada qeyd etdiyimiz əməllər hər hansı bir günə deyil, bu ayın bütün günlərinə məxsusdur. Bu əməllərdən biri İmam Cəfər Sadiq əleyhissalamın Rəcəb ayında hər gün oxuduğu duadır. Dua belədir. Bismillahirrahmanirrahim. Xabəl gafidun alə gayrik və xəsirəl mutəərrizun illə lək və za'əl mulimmun illə bik və əcdəbəl muntəciun illə mən intəcəə fəzlək babukə məftuhun للراغبين وخيرك مبذول للطالبين وفضلك مباح للسائلين ونيلك متاح للآملين ورزقك مبسوط لمن أساك وحلمك معترز لمن نواك عادتك الإحسان إلى المسيين وسبيلك إبقاء على معتدين اللهم فاهدني هدى المقتدين وارزقني اجتهاد المجتهدين ولا تجعلني من الغافلين المبدين واغفر لي يوم الدين. Tərcüməsi belədir. Səndən başqasına ümid olan naümid, səndən başqasına üz tutan ziyankar, səndən başqasının qapısına gedən möhtac, sənin lütf və mərhəmətindən başqa bir şeyi istəyən yoxsul oldu. Sənin qapın müştaqların üzünə açıq, xeyrin istəyənlərə verilmiş, lütf və mərhəmətin möhtaclara mübah, hədiyyən arzu edənlərə hazır, ruzun hətta sənə asi olanlara çox, səbrin hətta səninlə düşmənçilik edənlərə şamil, adətin pislərə yaxşılıq və yolun inatkarlara mülayimlikdir. İlahi, məni hidayət olunanların yoluna hidayət et. Çalışqanların çalışqanlığından mənə ruzi ver. Məni dərgahından uzaq düşən qafillərdən qərar vermə və qiyamət günü günahlarımı bağışla. Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən nəql olunur ki, hər kim bu duanı 100 dəfə oxusa və sonda sədəqə versə, Allah öz rəhmət və məğfirət qapılarını onun üzünə açar. Hər kim 400 dəfə oxusa, ona 100 şəhidin savabı verilər. Dua belədir. Estağfirullah, la ilahe illa huve vahdehu la şərikə ləh və ətubu iləyh. Ondan başqa heç bir ilah olmayan, Allahdan bağışlanma istəyirəm. O birdir, şəriki yoxdur və mən ona tərəf qayıdıram, tövbə edirəm. Həzrəti Peyğəmbərdən sallallahu aleyhi və alihi və səlləm nəql olunur ki, Rəcəb ayında hər kim 1000 dəfə la ilahə illallah desə, Allah onun üçün 100.000 həsənə yazar və cənnətdə onun üçün 100 şəhər tikər. Rəvayətə əsasən hər kim Rəcəb ayında günün əvvəlində və axırında
Estağfirullah və ətubu ileyh desə, sonra əllərini göyə qaldırıb, Allahümme gfirli və tub aleyh, İlahi məni bağışla və tövbəmi qəbul et desə, əgər Rəcəb ayında dünyasını dəyişsə, Allah Taala bu aya xatir ondan razı olar və cəhənnəm odu ona toxunmaz. Bu ayda hər kim 1000 dəfə Estağfirullah zəlcəlal vəl ikrami min cəmi'iz zənubi və əsam, kəramət və cəlal sahibi olan Allahdan bütün günahlardan və xətalardan bağışlanma diləyirəm desə, Allah onu bağışlayar. İbn Tavus İqbalul A'mal kitabında Peyğəmbər sallavatullahdan İxlas, yəni Qul huvallahu əhəd surəsini bu ayda 10.000 dəfə, 1000 dəfə, 100 dəfə oxumaq üçün çoxlu fəzilət nəql edir. Başqa bir hədisdə deyilir ki, hər kim bu surəni Rəcəb ayının cümə günlərində 100 dəfə oxusa, bu surə qiyamət günü onu cənnətə dartıb çəkən nura çevriləcək. Peyğəmbərdən nəql olunur ki, kim Rəcəb ayının hər hansısa bir gecəsində 2 rükət namaz qılsa və hər rükətdə İxlas surəsini 100 dəfə desə, ona 100 il orucun savabı verilir. Və Allah Taala ona cənnətdə 100 ədəd hər biri bir Peyğəmbərin kənarında olan saray verir. Bura qədər qeyd etdiyimiz əməllər mübarək Rəcəb ayının istənilən günlərində yerinə yetirilə bilər.